Tak, salamlayırıq. Elman Bey, axşamınız xeyir. Hər vaxtınız xeyir. Sizi görməyə çox şadıq. Biz bugün Tudor komandası ilə inşallah yəni indi bizim digər dostlarımız da qoşulacaqlar. Biz bugün əslində keçən dərsin mövzudan təzədən keçəcəyik. Yəni o bilgini daha da güncləndirmək üçün. İndi ötürəm sözü Asaf bəyə. Buyurun. Mən də hər birinizi salamlayıram. Xoş gördük, əziz qardaşlar, bacılar. Başlayaq. Bu həftə Balasulamın Kabala elminin mahiyyəti məqaləsini aktiv oxunuşuna həsr olunub. Məqsəd indiyə qədər keçilmiş dərslərin əsas ideyalarına yenidən baxmaq və onları daxildə möhkəmləndirməkdir. Biz nə edəcəyik? Məqaləni birlikdə oxuyacağıq, oxu zamanı yaranan sualları yazacağıq, aydın olmayan, təəccüblü və ya ilham verici hər şeyi yazacağıq. Bu sualları Xevrutda qrupunda bir-birimizlə bölüşəcəyik. Ən çox təkrarlanan və ya ən əsas görünən bir əsas sual seçəcəyik. Sesiyanın əsas mövzusu kimi bu sualı birlikdə müzakirə edəcəyik. Yəni, əsas bu işlərlə dərsimiz bundan ibarət olacaq. Kabala elminin mahiyyəti. Kabala elminin tarixinə keçməzdən əvvəl, hansı ki, bu artıq bir çoxlarının toxunduğu mövzudur, əvvəlcə bu elmin mahiyyətini yaxşıca aydınlaşdırmağı zəruri sayıram. Çünki mənim fikrimcə, onu bilənlər azdır və şübhəsiz ki, elə həmin mövzunun nədən ibarət olduğunu bilməmiş, onun tarixi barədə danışmaq mümkün deyil. Bu bilik dənizdən daha geniş və daha dərindir. Yenə də mən bu mövzuda əldə etdiyim bilikləri və bütün gücümü səfərbər edəcəyəm ki, həqiqi bir aydınlaşdırma verim. Onu hər tərəfdən nurlandırım. Elə edim ki, belə məsələlərdə tez-tez baş verdiyi kimi oxuculara yanılmağa imkan vermədən hər bir ruh üçün buradan həqiqətə uyğun, doğru nəticələr çıxarmaq üçün yetərli olsun. Aha, mən davam edeyim onda. Bəli. Aha. Bu elm nə barədə danışır? Bu sual şübhəsiz hər bir sağlam düşüncəli insanda yaranır və bu suala qənaətbəxş cavab vermək üçün mən düzgün və zamanın sınağından çıxmış tərif gətirəcəyim ki, bu elm nə az, nə çox səbəbdən nəticəyə doğru daimi və mütləq qanunlara uyğun enən köklərin qaydasıdır. Həmin qanunlar birləşir və onun ilahiliyin bu dünyada məxluqlara aşkar edilməsi adlanan çox uca bir məqsədə aparır. Ötürürəm sözü. Elman bəy, oxuya bilərsiniz? Yox. Mən xahiş etsəm, siz mənim üçün, mənim yerimə bu çox şad olaram. Dəfəlik. Təşəkkür. Mən davam edə bilərəm. Zəhmət olmasın. Buyurun Rəfiq xanım. Və burada ümumi və fərdi var. Ümumi, başqa sözlə, bütün bəşəriyyət bütövlükdə. Hansı ki, sonunda mütləq və qəti zərurətlə belə böyük bir inkişafa çatmalıdır. Necə ki deyilmişdi. Çünki yer yaradanın biliyi ilə dolacaq. Necə ki dəniz sularla doludur. Və artıq hər kəs öz yaxınını və hər biri öz qardaşını, yaradanı tanıyın deyərək öyrətməyəcək. Çünki kiçikdən böyüyə qədər hamı məni tanıyacaq və deyilmişdi. Və daha ustadın gizlənməyəcək və gözlərin onu görəcək. Davam edeyim. Asaf bəy, Zəhmət olmasın. Fərdi. buyurun, bir dənə şey yadınıza salın. Bizim yeni qoşulan dostlarımız var. Zəhmət olmasa biz indi həmin məqaləni oxuyuruq Kabala elminin
mahiyyəti. Suallarınızı və sual olmaya bilər, ilham verici, sizi təəssüratlanan hər hansı bir hissə də olar. Xahiş edirik onu qeyd eləyin özünüzə, yazın. Çünki məqaləni qurtarandan sonra müzakirə edəcək. Seçəcəyik bir ən aktual sualı və onu müzakirə edəcək. Üzr istəyirəm, Asəf. Fərdi, yəni bəşəriyyət bütövlükdə kəmala çatmazdan əvvəl belə hər bir nəsildə bu ayrıca seçilmiş fərdlərlə də baş verir. Axı məhz bu seçilmişlər hər nəsildə Yaradanın ilahiliyinin aşkar olunması baxımından müəyyən dərəcələrə nail olurlar. Və məhz onlar peyğəmbərlər, məşhur müdriklərdir. Və müdriklər demişlər, elə bir nəsil yoxdur ki, orada İbrahimə, İshaqa və Yaquba bənzərlər olmasın. Və görürsən ki, buna səlahiyyəti olan və etibar etdiyimiz müdriklərimizin sözlərinə uyğun olaraq Yaradanın ilahiliyinin aşkar edilməsi həmişə hər nəsildə baş verir. Ötürürəm. Çox sağ olun. Arzu xanım, salamlayırıq. Bu keçən dərsin biz yenə bu mövzudan keçirik. İndi hər kəs bu məqalədən bir parçanı oxuyur. Sizin zəhmət olsun, indi buyurun, imkan varsa davam edə bilərsiniz. Aha, ya da hələ ki mən davam edeyim, sonra çıxdı, okey. Ruhani vücudun sferotların və dünyaların çoxsaylığı. Lakin deyilənlərdən bir sual doğur. Əgər bu elmin yalnız bir yeganə bizim tərəfimizdən aydınlaşdırılmış funksiyası varsa, onda nəyə görə çoxlu parçuflar və sferot və aralarında bütün dəyişən əlaqələr lazımdır? Hansılarla ki, Kabala kitabları doludur. Ötürürəm. Lakin əgər sən hansısa kiçik bir heyvanın orqanizmini götürsən ki, onun bütün funksiyası yalnız özünü qidalandırmaqdır ki, bu dünyada onun mövcudiyyəti təmin etmək üçün kifayət edəcək qədər nəslini törətmək imkanı olsun və həmçinin görəcəksən ki və tapacaqsan ki, orada fiziologiya və anatomiya üzrə mütəxəssislər tərəfindən araşdırılıb və aşkar olunduğu kimi minlərlə lif və damardan ibarət mürəkkəb bir sistem var. Və orada hələ də insan gözünə məlum olmayan 100 minlərlə element daha var. Və buradan anlayacaqsan ki, həmin yuxarıda adlandırılan uca məqsədi təzahür etdirmək və aşkar etmək üçün birləşməli olan hadisələr sistemi və kanallar nə qədər çoxdur. Növbəti yarımbaşlıq 2 yol. Yuxarıdan aşağı və aşağıdan yuxarı. Buyurun. 2 yol, yuxarıdan aşağı və aşağıdan yuxarı. Və budur, ümumilikdə bu elmi bir-birinə paralel olan iki nizama bölünür, hansı ki, iki su damlası kimi bir-birinə bənzəyir və aralarında bu fərqdən başqa fərq yoxdur ki, birinci nizam yuxarıdan aşağıya, bu dünyaya qədər gedir, ikinci nizam isə bu dünyadan başlayır və yuxarıdan aşağıya təzahür edir və aşkar olunduqları zaman köklərindən həkk olunmuş eyni yollar və birləşmələr üzrə aşağıdan yuxarıya doğru gedir. Və budur, birinci nizam Kabala dilində aləmlərin, parçufların və sferotun həm sabit, həm də dəyişən bütün təzahürlərində eniş qaydası adlanır. İkinci nizam isə dərk etmələr və ya peyğəmbərlik və yüksək ruh dərəcələri adlanır. Və buna layiq olmuş insan bütün o cığırları və yolları izləməli, hər bir elementi və hər bir dərəcəni tədricən yuxarıdan aşağıya yaratdıqları andan onlara həkk olunmuş qanunlara tam dəqiqliklə uyğun olaraq dərk etməlidir. Və bu ona görədir ki, Yaradanın ilahiliyinin aşkar edilməsi maddi hadisələrin aşkar olunmasında olduğu kimi dərhal və bütövlükdə təzahür etmir. Əksinə, dərk edən şəxsin təmizliyindən asılı olan müəyyən bir müddət ərzində tədricən ortaya çıxır. Ona yuxarıdan aşağıya qarşılıqlı münasibətlərində əvvəlcədən müəyyən edilmiş
idrakda bir-birinin ardınca və biri digərinin üzərində pilləkən pillələri kimi təzahür edən və buna görə də pillələr adlandırılan bütün çoxsaylı dərəcələr açılana qədər. Mücərrəd adlar ötürürəm. Arzu xanım qayıtdı. Oxuya bilər Arzu xanım. Bəli, indi oxuyuram. Səsimə Olsun. görə üzr istəyirəm. Biraz səhhətimdə problem var. Bir çoxları hesab edir ki, Kabala elmində istifadə olunan bütün sözlər və adlar müəyyən növ abstrakt adlardır. Və bu da ona görədir ki, məkan və zamanın fövqündə olan ilahi və ruhani ilə məşğuldur. Orada hətta bizim zehni baxışımızın da hökmü keçmir. Buna görə də onlar qərara gəlirlər ki, bu cür şeylər haqqında deyilənlərin hamısı şübhəsiz yalnız və yalnız abstrakt adlardır. Yaxud hətta abstrakt adlardan da yuxarı və daha uca adlardır. Çünki başlanğıcdan öz təsəvvür edilən əsaslarından tamamilə qopubdur. Ötürürəm. Kim davam edir? Ancaq bu belə deyil. Tam əksinədir. Yəni, Kabala adlar və isimlərdən yalnız onların reallığı və həqiqiliyi ölçüsündə istifadə eləyir. Və bütün Kabala müdriklərinin dəmir qaydası belədir. Nəyi dərk eləməmişiksə, onu nə adla, nə də sözlə adlandırmarıq. Və burada bilməlisən ki, dərk sözü anlayışın yekun dərəcəsini ifadə eləyir. Və əgər özün üçün kifayət qədər əldə eləsən hərfi mənada və əgər əlin çatsa ifadəsindən götürülür. Yəni, hər hansı bir hadisə sanki onun əllərinlə tutursanmış kimi tamamilə və qəti şəkildə aydınlaşmayınca, kabalistlər bunu dərk adlandırmır. Anlama və ya bilmə və s. kimi başqa sözlərlə adlandırırlar. Ötürürəm. Davam edim. Kabala elmində reallıq anlayışı. Hətta bizə hisslərimizdə verilmiş maddi reallıqda da mahiyyəti barəsində heç bir anlayış və təsəvvürə malik olmadığımız real şeylər var. Məsələn, elektrik və ya maqnetizm və onlara bənzərləri, fluidlər adlananlar. Bununla belə heç kim deməz ki, bu adlar real deyil. Halbuki biz onların təsirini tamamilə yetərli dərəcədə bilirik və bizi zərrə qədər də narahat etmir ki, bu hadisənin, yəni elə həmin elektrikliyin mahiyyəti barəsində heç bir anlayışımız yoxdur. Və bu ad bizim üçün o qədər real və yaxındır ki, güya o bütövlükdə hiss orqanlarımız tərəfindən qavranılır. O həddə ki, bütün balaca uşaqlar elektrik sözünü çörək, şəkər və buna bənzər sözlər kimi bilirlər. Və hətta əgər sən diqqətini bir qədər gərmək istəsən, ümumilikdə sənə deyərdim ki, Yaradanla bağlı heç bir qavrayış və dərkimiz olmadığı kimi, onun bütün məxluqlarının mahiyyəti barəsində də, hətta əllərimizlə toxuna bildiyimiz maddi şeylər barədə belə heç bir dərkimiz yoxdur. Belə ki, qarşımızda açılmış əməl dünyasında dostlarımız və yaxınlarımızla bütün tanışlığımız yalnız hiss orqanlarımızla toqquşma prosesində baş verən və qarşılıqlı təsirdən doğulan hərəkətlər üzrə tanışlıqdan ibarətdir. Və bizdə mövzunun özünün mahiyyəti barəsində heç bir anlayış olmadığına baxmayaraq, onlar bizim üçün tam qənaətbəxşdir. Və daha da artıq, hətta özünün mahiyyəti barəsində də sənin heç bir anlayışın və dərk etməyin yoxdur. Onun haqqında bildiyin hər şey sənin mahiyyətinin doğurduğu hərəkətlər ardıcıllığından başqa bir şey deyil. Davam edin. Və indi sən asanlıqla anlaya bilərsən ki, kabalistik kitablarda gətirilən bütün adlar və isimlər də mövzu barəsində heç bir dərkimiz olmasa belə real və keçərlidir. Axı bununla məşğul olanların tam qane edici dərəcədə, hətta yekun kəmala qədər, yəni yenə də yalnız onu dərk edənlərlə ali nurun qarşılıqlı təsirindən baş verən və doğulan hərəkətlər üzrə tam tanışlığı var. Lakin bu tamamilə kifayətdir və bəs edər.
Çünki belə bir qayda var. Yaradanın idarəsindən çıxıb ümumi reallığa, yaradılışın təbiətinə daxil olmaq üçün ölçülüb biçilən hər nə varsa, mütləq yetərliyə malikdir. Necə ki, insanda əlin 6-cı barmağına heç bir ehtiyac oyana bilməz. Çünki 5 barmaq ona tam və mütləq şəkildə kifayət edər. Ötürürəm. Kabala kitablarında istifadə olunan maddi anlayışlar və cismani adlar. Bununla belə hər bir sağlam düşüncəli insana aydındır ki, ruhani hadisələrlə iş gördüyümüz yerdə hətta ilahi olan deməyə də vacib deyil. Söyləyə biləcəyimiz heç bir söz və hərfimiz yoxdur. Axı bütün söz ehtiyatımız təsəvvürümüzü və hisslərimizi hərflərinin birləşmələrindən başqa bir şey deyil. Bəs təsəvvür və hisslərimizə heç bir yer olmayan yerdə onlardan necə istifadə etmək olar? Ötürürəm. Arzu xanım, oxuya bilirsiniz? Bəli. Hətta bu yerlərdə istifadə oluna biləcək daha incə bir sözü götürsək də, yəni ali nur sözünü, hətta sadə nur sözünü belə, bu da təsəvvürü bir şeydir və günəş işığından, şam işığından və ya insanda hansısa şübhələri aradan qaldıran yeni bir fikir düşündüyü anda hiss olunan ləzzət kimi nurdan götürülmüşdür. Bəs ruhani məkanlarda və yaradanın yolunda onlardan necə istifadə etmək olar? Axı onlar oxuculara yalnız yalan və aldadıcı bir şey təklif edəcəklər. Hətta elə bir yerdə ki, biz bu sözlərdə elmi tədqiqatlar zamanı baş verən ünsiyyət üçün gərəkli müəyyən mənanı tapmalı oluruq və burada müdrik, oxucular qarşısında qüsursuz təriflərdən qəti dəqiqliklə istifadə etməyə borcludur. Əgər müdrik heç olmazsa bir uyğun olmayan söz seçməkdə səhlənkarlıq edərsə, bununla oxucunu dolaşdırar və ümumiyyətlə orada nə dediyini, bu sözdən əvvəl də, sonra da, həmçinin bu sözün iştirak etdiyi bütün bağlarda da heç kim anlamaz. Bu, hikmət kitablarını öyrənənlərin hamısına məlumdur. Ötürürəm. Bəlkə bitirim, balaca bir qalıb. Bəli. Və bu halda sənə qəribə gəlməlidir. Kabala müdrikləri necə olur ki, yalan sözlərdən istifadə edir və bu elmin əlaqələrini onlarla izah edirlər. Və məlumdur ki, yalan adların heç bir tərifi yoxdur. Çünki yalanın ayağı yoxdur və o dayana bilməz. Lakin burada əvvəlcə aləmlərin bir-biri ilə əlaqəsində kök və budaq qanununu bilməyin gərəkdir. Ötürürəm. Aləmlərdə kök və budaq qanunu. Kabala müdrikləri aşkar edirlər ki, Atsilud, Briya, Yetzira və Asiya adlanan 4 aləmlə bağlı olaraq, birincisi Atsilud adlanan ən yüksək aləmdən başlayaraq, hisslərimizdə bizə verilmiş bu maddi aləmə, Asiya adlanan aləmə qədər onların forması bütün öz xırdalıqları və detallarında bir-birinə tamamilə bənzəyir. Yəni, birinci aləmdə mövcud olan bütün reallıq və onun təzahürləri ondan aşağı olan ikinci aləmdə də heç bir şeydə fərq olmadan mövcuddur. Eynilə ondan sonraki bütün aləmlərdə də belədir. Ta ki bizim hiss elədiyimiz bu aləmə qədər və onlar arasında yalnız səviyyə baxımından olan fərqdən başqa heç bir fərq yoxdur. Bu isə ancaq hər bir aləmin reallığın elementlərini ibarət olduqları, yəni materiya kimi başa düşülür. Birinci, ən ali aləmdə olan reallıq elementlərinin materiyası, ondan aşağı olan bütün aləmlərdəki materiyadan daha zəif materiyadır. İkinci aləmdəki reallıq elementlərinin materiyası birincidəkindən daha kobuddur. Lakin özündən aşağı səviyyədə olan hər şeydən daha zəifdir.
Beləcə qarşımızda olan bu aləmə qədər burada reallıq elementlərin materiyası ondan əvvəlki bütün aləmlərdən daha kobud və daha qaranlıqdır. Bütünlər. Lakin reallıq elementlərinin formaları, həmçinin onların bütün təzahürləri hər bir aləmdə həm say, həm də keyfiyyət baxımından heç bir fərq olmadan eynidir. Bunu möhür və ondan alınan iz arasındakı münasibətə bənzətmək olar. Möhürdə olan bütün formalar, bütün təfərrüatı və detallarına qədər ondan iz götürülən şeyə tam şəkildə keçir. Aləmlərdə də belədir. Hər aşağı aləm özündən yuxarı aləmdən iz götürür. Buna görə də ali aləmdə olan bütün formalar say və keyfiyyət baxımından tam şəkildə köçürülür və aşağı aləmdə də yaranır. Elə ki, aşağı aləmdə mövcud olan reallıq elementlərindən və onun təzahürlərindən elə birini tapa bilməzsən ki, daha yüksək aləmdə ona iki su damlası kimi bənzəyən uyğunluq olmasın. Buna görə və buna kök və budaq deyilir. Yəni, aşağı aləmdə olan həmin element ali aləmdə olan və mövcudluğunu davam etdirən uyğunluğuna nisbətdə budaq sayılır. O isə aşağı elementin köküdür. Çünki bu aşağı aləmin elementi oradan iz salınaraq formalaşmışdır. Müdriklərimiz də bunu nəzərdə tutmuşlar. Aşağıda elə bir ot sapı yoxdur ki, yuxarıda onun üzərində qədər və bir başçı olmasın. O ona vurub deyir, böyü. Başqa sözlə, qədər adlanan kök onu böyüməyə və say keyfiyyət baxımından bütün xüsusiyyətlərin qəbul etməyə məcbur edir. Möhür və onun izinin qanununda uyğun olaraq yuxarıda təsvir edildiyi kimi. Budur kök və budaq qanunu. Hər bir aləmdə reallığın bütün elementləri və onun təzahürləri özündən yuxarı olan aləmə nisbətdə işləyir. Ötürürəm. Bura qədər oxuyuruq, dostlar. İndi növbəti hissəmizə keçirik. Gəlin suallar, əgər kimdə nəsə sual və yaxud təəssürat və yaxud nəsə ilham verici bir fikir yarandısa bu oxuduqlarımızdan, zəhmət olmasa bizimlə bölüşün. Çatda da yaza bilərsiniz, əgər deyə bilmirsinizsə və yaxud deyə bilərsiniz. Biz onun ətrafında müzakirə quracağıq. Bu yeni bir formatdır və ümid edirəm ki, siz bunu bəyənərsiniz. Buyurun. Hamıya aiddir. Onda mənim belə bir sualım olacaq. Əgər hər şey yuxarıdan gəlirsə, deməli və biz deyirik yaradan mükəmməldir. Necə ki o pislik bu dünyaya deməli yuxarıdan aşağı gəlir. Sualı aydın şəkildə verə bildim. Nasıl? Mən belə başa düşdüm ki, əgər səhv başa düşdümsə düzəliş verərsiniz Ələkbər bəy. Əgər yaradan belə deyək də yaxşıdırsa, Azərbaycanda sözü rəhmətdirsə, sevgidirsə, bəs o necə ola bilir ki, bəzən pislikləri görürük. Digər belə başa düşürük. Bu pisliklər hardan gəlir onda? Yəqin bu formada sual vermək istəyirdiniz. Düzdür, Ələkbər bəy? Minnətdaram. Mən başlamaq istəyərdim. Düşünürəm ki, bu suala cavab ondan ibarətdir ki, əlbəttə, yəni bizim hamımızın artıq bildiyimiz kimi artıq neçə ildir bu necə deyək, elmdə olduğumuzdan fərqli, yəni fərqi yoxdur neçə ildir bu yoldayıq. Tələbə də artıq yeni başlayan da bilir və köhnə olan da bilir. Çünki bu həmişə həyatı boyu bizim müşahidə edən bir, bilmirəm, problemimidir, yoxsa nədirsə, bizə mane olan, pis kimi bizə hər şeyi göstərən, bizə xoşa gəlməz olan, hər şeyi xoşa gəlməz eləyən egoizmimizdir.
və bunun vasitəsilə, bunun sayəsində biz hər şeyi belə kobud qəbul edirik, sanki pis qəbul edirik. Ötürürəm. İcazə olarmı? Buyurun Elman bəy, Buyurun buyurun. Elman bəy. Demək, əslində bu pislik mövzusuna həmişə bütün də belə deyim, özüm axtarmağa başlayandan bəri maraqlı gəlir. Şəxsi o həyatda qarşılaşdığımız bəzi məsələlər var ki, biz onu pis görürük. Sonra üzərindən aylar, illər keçir, geri baxıb fikirləşirik ki, əslində orada pis bir şey yox imiş. Mən bunu pis qəbul edim və ya amma əks tərəfində haqqı var idi. Biraz daha böyük masштabda baxanda, nə bilim, müharibələr, təbii fəlakətlər, onların gətirdiyi zərərlər falan. Onları da insan boyutunda, formatında, ölçüsündə yox, biraz daha böyük, biraz bəşəri ölçüdə baxanda, baxırsan ki, dünyanın formalaşmasına, şəkillənməsinə, bir şeydən başqa bir şeyə, yəni inkişafına, biz inkişaf kimi görürük də, təkamülünə aparır və desən ki, okey, bir insana görə 100 nəfərin ölümü ağrılacılı bir şey ola bilər, amma nəzərə alanda ki, böyük bir planetin hansı bir dəyişikliyi var, o bir ciddi bir şey kimi görsənmir. Amma hər bir halda insanlar acı çəkə bilirlər, nə bilim, ölə bilirlər, işgəncələrə məruz qala bilirlər. Ona görə bu mövzu mənim də həmişə beynimdədir və istəyirəm ki, başqa fikirlər eşidim. Yəni, bir növ suala hardasa qoşuluram kimi. Həm öz pisliyi ilə bağlı baxışımı paylaşdım, həm də suala qoşuluram. O sualı mən də verirəm. Elman bəy çox sağ olun. Arzu xanım, imkanınız olacaq da əlavə etmək. Rafiq xanım, zəhmət Son olsa dakika. oxuyarız da. Arzu xanım yazdı. Aha. Çox Buyurun, üzr buyurun, istəyirəm. buyurun. Baxdım, Buyurun. uşaqların səsi bir yana, səhhətin bir yana imkan verir. Ona görə bütün fikrimi yazıb toplamağa çalışdım. Aksu xanım bizə məktub yazıb, chat bölməsinə yazıb ki, ilk öncə məktub deyəndə fikirlərini yazıb. İlk öncə onu deyim ki, dərsimizin bu bölməsi məndə həyəcan, məsuliyyət, gülməli də səslənsə qorxu yaradır. Birinci sinif şagirdi kimiyəm. Həm hər şey daha maraqlı olub, həm də mən bu elmi öyrənə biləcəmmi? Yaşlılığın yayılmasında rolum ola biləcəkmi? Tərəddüdlər yaradıb. Hər şey aydın gəlir, sualım yoxdur. Amma görəsən doğru anlayırammı kimi şübhəm var. Çox sağ olun Arzu xanım. Aha, Məhəmməd bəy də qoşuldu. Salamlayırıq Məhəmməd bəy. Biz ilə keçən dərsin məqaləsini oxuyurduq. İndi ki, əgər sizin ya o keçən dərsdən bir sual qalıbsa, buyurun elə indi onu paylaşmaq həsil vaxtı olardı. Bəlkə yəqin hələ danışa bilmirəm, onu da davam edək. Olar mən də qoşulum. Yəni fikrə münasibəti bildirim. Həqiqətən də çox gözəl mövzudur və mən Elman bəyin də fikirlərinə qatılıram, həmçinin Arzu xanımın da fikirlərinə qatılıram. Yəni mən belə başa düşürəm ki, bir ümumiləşdirsək, əslində yaradandan gələn hər bir şey yaxşıdır. Sadəcə biz özümüzü dəyişməliyik və Kabalanın termindən desək, eqoizmimizi dəyişməliyik ki, onu yaxşı olaraq görək. Əslində hər şey yaxşıdır. Əgər yaradan özü rəhmətlidirsə, mərhəmətlidirsə, adildirsə, yəni əgər nəsə varsa, bunu biz qəbul ediriksə, yaradanın dəyişməz olduğunu, sadəcə biz özümüz dəyişməliyik ki, onun o rəhmətini, mərhəmətini, ədalətini görə bilək. Əgər biz onu görə bilmiriksə, hiss edə bilmiriksə, toxuna bilmiriksə, deməli problem mən özüm üçün deyirəm, mənim özümdədir. Mən dəyişməliyəm ki, onları görə bilim. Yəni mən bu cür başa düşürəm. Yəni əslində yaradan rəhmətli, mərhəmətli, ədalətli, yəni nə qədər gözəl söz varsa hamısına layiqdir. Sevgi,
Bu qədər ötürürəm. Məhəmməd bəy, biz bəlkə gördük ki, siz mikrofon deyəsən açmısınız. Axşamınız xeyir Buyurun. olsun. Siz nətərsiz müəllimlər, hər kəsi salamlayıram. Hörmətli tərcüməçilər, müəllimlər, koordinatorlar. Əhvalınız ümid edirəm ki, qaydasındadır. Hələ ki seminarın yarısından qoşulmuşam, ona görə tam belə bir fikir bildirə bilmirəm. Son bir həftə olaraq biraz dərslərə özüm gərək məsuliyyətsizlik yanaşmalı. Bir həftədir yanaşmışam. Amma mən bir sual vermək istəyirdim sizə. Həqiqətən də mənim üçün vacib bir sualdır. Bu dərslərin gedişatı ilə bağlı. Bu yaxında deməli mən bir təklif yazdım qrupa. Sadəcə gördüm ümumiyyətlə də bir dəstəkləyən olmadı. Mənə dedilər gərək yazardım. Başım biraz iş güclərə qarşı yəni yazamadım. Mən təklif elədim ki, bu yerli dərsimiz həftədə 2 dəfə olsun. Sadəcə gördüm bir səs xəbər yoxdur. İndi müzakirə eləmək istəyir ki, yəni nə fikirləşirsiniz bu barədə, nə məsləhət görürsünüz bizlərə? Çox sağ olun. Sizin adınız, mən familiyanızı görürəm. Adınız nə idi? Məhəmməd bəy. Hə, Məhəmməd Məhəmmədov. Hə. Məhəmməd Dostum, Muradzadə. Daha dəqiq. mən sizin sualınıza cavab verdim bütün tutorlarımız adından. İndi əgər ola bilər nəzərinizdən qaçıb, əvvəla biz orada sonra sizə biraz dəqiqləşdirməyə xahiş elədik ki, siz nə məqsədlə istəyirsiniz bizim bu yerli görüşlərimiz 2 dəfə olsun. Siz də orada dediniz ki, müzakirələr və suallar ətrafında müzakirələr keçmək üçün və biz orada sizə cavab verdik ki, indi bizim bütün tutorlarımız, yəni yeni tələbə qrupundan başqa həm də gənc qrupla məşğuldular. Yəni demək olar ki, bizim hər axşamımız hər hansı bir görüşdə keçir. Yəni fiziki imkanımız yoxdur bu müddətdə. Yəni hələlik rəhbərlik tərəfindən də bizə ayrılan vaxt həftədə bir dəfədir və doğrudan da istəsək də bunu fiziki olaraq çatdıra bilmərik. Həm də digər tərəfdən materialların zənginliyi də bizdən tələb edir ki, daha asta-asta, tədricən, tələsmədən yanaşaq. Amma əgər siz bu kursu bitirsəniz, siz gənc qrupa keçdikdən sonra, gənc qrupda artıq sizin müstəqil imkanınız olacaq, öz görüşlərinizi istədiyiniz qədər, həftədə neçə dəfə istəsəniz keçirə biləcəksiniz. Sizin bu sualınız çox ətraflı müzakirə olunub çatda. Bir də vərəqləyərsiniz, ola bilər nəzərinizdən qaçıb. Və dostlar, bizim vaxtımız gedir, biz davam etməliyik. Mən xatırladım ki, bizim növbəti mövzumuz, yəni növbəti dərsi mövzu kök və budaq qanununa əsaslanacaq. Onun ətrafında müzakirə olacaq dərsdə, bazar günü nəzərdə tuturam və indi də biz bu qanun haqqında 1-2 abzas oxuduq sizinlə. Gəlin bir balaca bu qanunu ətrafında söhbət eləyək. Növbəti sualımız kök və budaq qanununu necə anladınız? Sual qalsın, gəlin sizinlə bir rolika baxaq, bir klipə baxaq, Ravın iştirakı ilə. Sonra suala qayıdacaq, sualı yadınızdan çıxartmayın. Kabala elminin mahiyyəti məqaləsində Balsulam izah edir ki, minilliklər ərzində kabalistlər öz ruhi hallarını ötürmək üçün müəyyən bir dildən istifadə ediblər və belə dillər 4 dənə olub. Baxmayaraq ki, siz bir dəfə demişdiniz ki, musiqi də, rəsm də və s. da bir dildir. Lakin indi gəlin bu 4 dil üzərində dayanaq. Bunlar Tövrat dili, Alaxa dili, Aqada dili və Kabala dilidir. Və təbii ki, niyə məhz Kabala dili bugün bizim nəslimiz üçün daha münasib və qəbul olunandır? Lightman, məsələ ondadır ki, biz aləmi dərk edəndə, bu dərk sırf şəxsi, insanın daxilində baş verən bir haldır və insana bunu başqa bir adama ötürmək lazım olanda bunun üçün sözlər tapılmır. Çünki bu, daxili
hisslərdir. Onları hansısa bir şəkildə ifadə etmək lazımdır. Hansısa xarici hərəkətlərdə ifadə etmək lazımdır. Elə ki, bundan başqası təəssürat ala bilsin və sonra özündə ali aləmi dərk etmiş insandakı eyni hissləri, eyni anlayışları yenidən qura bilsin. Yəni, mənimlə təxminən eyni səviyyədə olan başqa bir adama nə isə ötürmək üçün deyək ki, elə bir kod tapmaq lazımdır ki, necə ki, bugün biz bir-birimizlə modem vasitəsilə birləşirik. Mənim kompüterim sənin kompüterinlə, yəni ortada bizim aramızda əlaqə yaradan hansısa bir qutu var. Bir kompüteri o birisi ilə birləşdirir, ora və əksinə olaraq bağlar və təbii ki, belə bir kommunikasiya yaranır. Bunu biz öz aramızda necə edirik? Adi dünyada bizdə hisslərin, anlayışların, şəraitlərin ümumiliyi mövcuddur. Yəni bizdə məişətdən götürülmüş bir dil var. Amma ruhani aləmdə bu dil bizdə əvvəlcədən olmayanda biz bilmirik, söhbət etdiyimiz adam hansı səviyyədədir, haradadır, ümumiyyətlə, ali aləm hiss edir, etmir. Ona görə problem yaranır. Biz necə birləşirik? Burada hansı kommutasiya, kommunikasiya qanunları var və s. Buna görə də kabalistlər elə bir dil ixtira etməli oldular ki, öz aralarında danışa bilsinlər. Elə ki, bir-birlərini başa düşsünlər, hər biri harada yerləşir, ari aləmdə dərk səviyyəsi nədir, o konkret nə hiss edir, nə qavrayır. Tamamilə mümkündür ki, mənim hiss etdiyimi başqaları hiss etmirlər, baxmayaraq ki, onlar da hansısa dərəcədə dərkə malikdir və ya ola bilər ki, bu yalnız onlara belə gəlir, ya da mənə. Yəni, burada çox böyük bir naməlumluq sahəsi var, hansı ki, biz bunu nəyinsə hesabına, necəsə çeşidləməliyik, ayırmalıyıq və onlarla necəsə işləməyə başlamalıyıq və yalnız burada ünsiyyət problemi yaranır. İlk növbədə hətta sırf xarici şəkildə, zahirən. Mən bunu insanlara necə izah edəcəyim? Hansı sözlərlə, hərflərlə, ifadələrlə, jestlərlə, bəlkə rəqslərdə, bəlkə rənglərlə, bəlkə hansısa səslərlə və s. Necə? Mən bunların hamısını necə çəkə bilərəm? Yəni, insandan insana məlumat ötürməyin bütün üsulları bunlar dünyəvidir. Mən ruhani bir şeyi necə ötürə bilərəm? Bütün bunların heç biri bizim dünyamızda yoxdur. Buna görə də kabalistlər ilk növbədə budaqlar dilini aşkar etdilər. Yəni, bizim dünyamızda olan hər şeyin başlanğıcı ruhani aləmdədir və ruhani qüvvələr tədricən enirlər bizim dünyamıza çatırlar və bizim dünyamızda öz maddi təcəssümünü verirlər. Hər hansı bir həcm, hər hansı bir forma, hər hansı bir səs, rəng ifadəsi və s. Axırda istər kimyəvi, istər üzvü olsun, fərqi yoxdur. Bütün elementlər hamısı ruhani qüvvələrdən çıxır. Sinlevich. Yəni, onlar bizim dünyamızın obyektlərinə baxırdılar və bizim dünyamızın obyektlərini adları ilə ruhani halı adlandırırdılar. Lightman, bəli. Yəni, əgər mən stəkan deyirəmsə, deməli, mən ali aləmdəki stəkanı nəzərdə tuturam. Sinlevich. Yəni, hansısa ruhani klinika var. Lightman, bəli, bizim dünyamızda bu obyekti doğuran bir qüvvə var. Bəli, dostlar, gəlin. Əslində, bu bizim ümumi Kabalanın əsasları kursunun bir dərslərindən bir hissəsidir. Dərs yarım saatlıq bir dərsdir. Bu yaxında o bizim YouTube kanalımızda olacaq. Linki sizlə bölüşərik, amma siz də kanalımıza abunə olun və oradan baxın. Bütün dərsin yazısına baxa bilərsiniz. Xüsusən də bazar günü olacaq dərsdən sonra yəqin ki, daha çox marağınız olar bu mövzunu daha geniş formada dəyərləndirmək üçün. Hələlik isə 4 dəqiqəlik bir hissəsini sizə nümayiş elətdirdik. Buyurun, fikirləriniz hamımıza maraqlıdır. Gəlin bölüşək. Kök və budaq qanununu necə anladınız? Əlbəttə ki, hələ ki giriş sözü dedi Raf, amma yenə də bu hazırlıq üçün bizcə kifayətdir. İcazə olarmı?
Buyurun Elman Bey. Elman Bey buyurun. Demək, kök budaq deyəndə mənim təxmini beynimə bu elə bir səbəb nəticə qanunu ilə baxsaq, o birlikdə əlaqələnməklər və bir növ kökdən yaranıb, böyüyüb budağa gəlmə və olan arasında əlaqə kimi belə başa düşürəm. Sizə başa düşmüş ola bilərəm. Belə olan halda kökün budağa təsiri olduğu kimi, əslində budağın da kökün həyatına təsiri var deyə düşünürəm. Bir ağac bir misal alsaq, elə ki kök budağa təsir, budaq da çürüsə, belə deyim, onun bu məhvi gedib kökə çatır. Və ya budaqdan, belə deyim, budaq sonra özü bir kökə də çevrilə bilir. Yəni budağı götürüb əkirsən və özü olur bir kök və yenidən belə. Ona görə bu bənzətmə beyni qarışdıra bilər. Mənim fikirlərimi qarışdırdı. Ona görə biraz daha belə aydın bir 2-3 cümləlik açıq izah istərdim. O qədər. Mən hələ buradayam. Yəni səs gəlir yoxsa mənim Yox, internetim siz getdi? bizi düşündürürsünüz Elman bəy. Heç kim hələ Çox üzr istəyirəm. Bir də aləmlərə toxunacağam. Bax, 4 aləm Buyurun. var. Yuxarıdan aşağı gedir, möhür və iz. Burada iyerarxiya mövcuddurmu? Yəni biri birindən daha böyük, o digərindən daha böyük, daha üstün və bura təzyiq qüvvəsi varmı? Yuxarıdakı aşağıya təzyiq edir və onun qanunları keçir. Və ya aşağıdakı yuxarıdakının belə deyim, bir növ eynisidirsə, əksidirsə, yəni də eyni sual, aşağıdan yuxarıya doğru təsir mümkündürmü? Elman bəy, siz bizi bir istiqamətə yönəltdiniz. Gəlin belə eləyək. Bizim bugünkü dərsimizin bir xülasəsi var. Biz onu axırda oxumaq istəyirdik. Amma mən təklif eləyirəm indi oxuyaq. Çünki anlayırıq ki, bu mövzu sizin üçün, hamı üçün ümumiyyətlə yeni mövzudur. Ona görə mən xahiş eləyərdim bizim dostlarımızdan, məsələn, Asif bəy, görürsüz ekranı, zəhmət olmasa Bəli. oxuyun. Dərsin, bizim bugünkü görüşün xülasəsi kimi, sonra davam edelim. Görüşün xülasəsi, kabalistlər kəşf ediblər ki, 4 ruhani aləmin, Atsilud, Briya, Yetzira və Asiya aləmlərin hamısı eyni quruluşa malikdir. Aşağı aləmdə mövcud olan və ya baş verən hər bir şey, yuxarı aləmdə mövcud olanın dəqiq izi, möhrü və onun izi kimi hesab olunur. Bu səbəbdən bu dünyadakı hər bir elementinə uyğun gələn ruhani mənbəyi kök var. Budaqlar öz köklərini dəqiq əks etdirdiyinə görə kabalistlər xüsusi bir dil, budaqlar dilini formalaşdırıblar. Onlar ruhani qüvvə və prosesləri izah etmək üçün fiziki obyektlərin, hadisələrin adlarından istifadə edirlər. Çünki hər fiziki forma müəyyən bir ruhani kökə işarə edir. Bu dil kabalistlərə öz ruhani pillələrini nəsillə və bir insandan digərinə dəqiq ötürməyə imkan verir. Adi dillər zaman keçdikcə dəqiqliyini itirdiyi halda, budaqlar dili sabit, təbii təriflərə əsaslandığı üçün, ruhani tədqiqat üçün aydın və etibarlı olaraq qalır. Bəli, gəlin indi müzakirəmizi davam etdirək. Mən belə başa düşürəm ki, budaqlar və köklər haqqında qanuna görə orada çox gözəl misal verir. Möhür və onun izi. Eynilə möhür kimi bir-birini təkrar edir. Lakin biri digərinin necə ki möhürü vurduqda təkrar etsə belə bir növ onun əksi formasında olur. Yəni başqa bir misal deyək, bir palçıq götürək və palçığın və yaxud da plastilin götürək.
biz ruçkanı və yaxud da hər hansı bir əşyanı onun üzərinə batırdıqda, basdıqda möhür kimi eyni ilə plastrində onun izi alınır. Lakin əks tərəfə, əgər əşya qabarıq formadadırsa, plastilində çökük forması alınır. Yəni mən də belə başa düşürəm ki, budaqlar və köklər qanununda bayaq Elman bəyin sualına da qayıtsaq, iyerarxiya var, lakin bu bizim real həyatımızdakı iyerarxiyaya düşünürəm ki, bənzəmir ki, yəni real həyatda nədir? Yuxarıda, yəni onun kimi deyil, tamamilə başqa bir formada iyerarxiyadır, amma iyerarxiya var. Lakin biri ondan sonra gələn hissə əvvəlki hissəni əksidir, tərsidir. Bax, belə başa düşürəm. Ötürürəm. Bəlkə dostlarımıza bir söz verək. Arzu xanım, əgər imkanınız varsa yazın bizə çata. Əgər danışa bilirsinizsə buyurun. Məhəmməd bəy, bəlkə sizin nəsə fikriniz var. Mənim fikrim var, amma bildirəcəm. Hal-hazırda bildirə bilmirəm. İcazə versəz bildirəcəm. Aynur, sən danışa bilirsən? Rəfiqə, Aynur. Mən belə bir fikirləşirəm ki, bu həqiqətən də o Kabalada uzun müddətdə eşitdiyimiz bir terim var. Belə bir təbiət bir-biri ilə qarşılıqlı əlaqədədir. Mənim fikrimcə bu hal-hazırda oxuduğumuz kontekst ona bir növ eyham vurur. Çünki burada ruhani deyir, ruhani yəni spiritual deməkdir. Yəni mən belə başa düşürəm hər. Yəni həqiqətən də hər bir ətrafımızda gördüyümüz insanların, heyvanların və təbiətin bir spiritual qüvvəsi var və həqiqətən də gözlə görünən, belə deyim də, bir budaq əgər o canlıdırsa, mən belə başa düşürəm ki, kök də onun spiritual bir bədəni və spiritual bir anlamı mənasına gəlir. Mən bunu belə təxmin eləyirəm, sadəcə dəqiq bilmirəm. Mən nə əlavə eləyə bilərəm sizin dediklərinizə? Burada oxuduğumuz parçada ruhani aləmlərin adları barədə eşitdik və biz müəllimimizdən də eşitmişik. İndi bu Kabala elminin mahiyyəti məqaləsini axıra qədər oxusaz, o bizim kitabxanada var. Zəhmət olmasa daxil olun, oxuyun. Orada da oxuyacaqsınız ki, ruhani bədən partsuf adlanır, kabalistik dildə desək və o partsufun bütün hissələri aləmlərin istənilən səviyyəsində eynidir, yəni dəyişmir. Necə ki, insanda balaca körpə uşağın da bədənində olan bütün üzvləri ilə böyük yetkin bir insanın bədəninin bütün üzvləri eynidir. Sadəcə fərq nədədir? Fərq inkişafın səviyyəsindən və dərk etmənin səviyyəsinə görə müəyyən olunur. Ona görə də əgər iyerarxiyadan danışırıqsa, onda ruhani aləmlərdə iyerarxiya bilmirəm nə dərəcədə düzgün sözdür burada istifadə etməyə. Amma necə ki, bizim dünyamızdan misal, bizim Rav da tez-tez bu misalı bizə verir. Necə ki, böyük insan uşağa bir şeyi başa salmaq üçün özünü onun səviyyəsinə qədər endirir, əyilir. Uşağın inkişafı üçün ona hər hansı bir oyunu başa salır və yaxud onu böyütmək üçün onun səviyyəsində, onun dilində danışır. Eləcə də ruhani aləmlərdə belədir. Yuxarı hər aşağıda olan forma üçün yaradan funksiyası daşıyır. Yəni qısası belə deyə bilərəm. Yəni bizim üçün hər bizdən yuxarı növbəti pillə artıq o bizim üçün yaradandır. Yəni biz pillələri qalxdıqca növbəti pillə hər dəfə artır və hər pilləyə biz can atdıqca o bizim üçün yaradan rolunu oynayır. Yəni bilmirəm buna nə dərəcədə iyerarxiya demək olar olmaz, amma yəni quruluş bu formadadır. Təşəkkür eləyirəm. Arzu xanım bizə nəsə yazıb. Zərrə tamın bütün xassələrini özündə daşıyır. Çox sağ olun.
Çox sağ olun. Rəfa xanım, çox qəşəng bir yerə toxundunuz və məndə bir dənə sual yarandı. Əslində bu sual çoxdan var. Bir ki, fürsət yaratdınız ki, o sualı verəm indi. Demək, icazə olarsa Buyurun, buyurun. siz özünüzdən hər yüksək pillədə deyir ruhani açıdan yanaşaq məsələyə. O bizim üçün yaradandır. Bunu dediyimiz zaman bizdən yüksək pillə, yəni bu dünya və yer kürəsində yaşayan bizim əlimizdən toxunduğumuz, gördüyümüz insanlar da bura daxildirmi? Yəni biz hər hansı bir digər insana, yəni insan deyəndə demək ki, insan anlayışı bəs fərqlidir, amma yəni də yəni iki ayağı, iki əli olan, yəni gəzən bizim kimi danışan varlığa, məxluqa yaradan deyə bilirikmi? Aa, Olar mən cavab verim. buyurun, Rəfa buyurun xanım. Asif bəy. Mən əslində cavab Ə, vermək istəmirdim. Elman aha. bəyə yönəltmək istəyirdim, amma siz Bəli. buyurun. Bir Sözünüz. analoji olaraq bildirim ki, əlbəttə mənim üçün məndən üst pillədə olan insan anam və atamdır və onun üçün də mən onlara yaradan deyə belə deyək də bioloji olaraq mənim yaradanlarımdır. Yəni həqiqətən də reallıqda mən anam və atamı özümdən üst pillədə görürəm. Bioloji olaraq da mənim yaradanımdır. Gözəl, O zaman çox gözəl. bu nəsil bu formada gedə-gedə deyək ki, baba, nənə, ata-anadan üstündür, onlardan və s. Yəni yaradan sizdə kökə doğru bu form bioloji olaraq baxırsınız məsələyə. Bioloji olaraq baxdıqda belədir. Ruhani olaraq bir balaca fərqlidir, amma analogiya oxşar analoji demək olar, bilmirəm indi Vəfa Bir xanım dənə və sual gəldi. Əkbər bəy. Və Sonra kimsə danışmaq istəyirdi. Mən sıramı gözləyim. Mən sadəcə demək istəyirəm ki, ümumiyyətlə Kabala elmi bizim maddi aləm barədə heç bir şey danışmır. Yəni Okey, bu Kabala sual cavabını mən indi aldım. Təşəkkür Hə. edirəm. Kabala elmində biz nə deyiriksə, ancaq ruhani aləmlərdən danışılır. Bizim dərk etmədiyimiz bir səviyyədir. Sadəcə olaraq biz kabalistlərin bayaq dediyimiz kimi budaq, kök və budaq dilindən bizə izah etdiklərini anlamağa çalışırıq. Amma mütləq müəllimimizin, yəni biz ona instruktor da deyirik, o özünü bizdən həmişə yaradana tərəf yönəldir. Onun istiqaməti ilə biz ancaq ruhani aləmləri dərk etməyə çalışırıq. Amma eşitdiyimiz bütün sözlərdə əlbəttə maddi dünyanın müəyyən bir sözləri ilə uyğunluq, oxşarlıq var və bu da yenə təkrar edirəm, kök və budaq qanununa əsaslanır. Amma Kabala elmi maddi aləm barədə heç bir şey demir. Amma yenə də Elman bəy, biz bir tutor olaraq borcumuzdur. Biz bütün sualları fiksasiya eləyirik. Mən sizin bu sualınızı da qeyd elədim və növbəti günlərdə Ravın blokundan, bizim Kab Mediadan əvvəlki suallara cavab verdiyimiz kimi bu sualın da cavabını tapıb çata göndərəcəyik ki, daha geniş formada cavab ala biləsiniz. Davam eləyək. Bizim vaxtımız lap az qaldı. Bir dəqiqə. Mən yenə bizim bölüşüm sizlə bizim deməli burada bir şey nəzərinizə çatdırmaq istəyirəm. İndi bizim elədiyimiz bu çalışmanın, yəni bu seminarın bir məqsədi var idi. Daha doğrusu bir neçə məqsədi var idi. Birincisi, indiyə qədər öyrənilən əsas anlayışların dərkini dərinləşdirmək istəyirdik. İkinci, növbəti mövzuya, yəni bayaq dediyimiz kimi köklər və budaqlar dilinə hazırlaşırıq. Bu bizim 5-ci dərsimiz olacaq bazar günü. Və qrup şəklində düşünmə və əməkdaşlıq bacarığını inkişaf etdirmək istədik. Mənə elə gəlir ki, müəyyən qədər biz buna nail olduq. Elman bəy, bilirəm ki, sualınız qalıb. Zəhmət olmasa sualınızı çata yazın, mütləq yazın və biz onu çatda cavablandıraq. Hamınıza təşəkkür edirəm. Sözü verirəm tutor dostlarıma. Buyurun. Dostlar, onda ümidvarıq sizi gələn bazar dərsimizdə görəcəyik. Bundan qabaq gəlin təzədən bu maraqlı mövzulardan bir də keçək. Hər hansı ki bir sualınız varsa, buyurun, həmişə çata yaza bilərsiniz. Biz imkan dahilində çalışırıq ki, müəllimlər, yəni bizi İsraildə olan müəllimlər ona tez cavab versinlər. İndi məsləhət deyilmişsə, bizdə musiqi də var.
Yoxdur. Aha, oldu. Onda sağollaşırıq dostlar. Çox sağ olun. Görüşəndək. Sağ olun. Salamat Gecəniz qalın. xeyrə qalsın yoldaşlar. Sağ olun. Sağ olun, təşəkkür. Gecəniz xeyrə qalsın. Sağ olun.